Azərbaycanda müvəqqəti yaşama icazəsi almaq üçün müraciətlərin sayı artıb. Dövlət Miqrasiya Xidmətinin rəisi bildirib ki, son illər müvəqqəti yaşama icazələrinin sayında müşahidə olunan artımın əsas səbəblərindən biri quru sərhədlərlə bağlı tətbiq olunan məhdudiyyətlərdir. Onun sözlərinə görə əvvəllər bəzi əcnəbilər 90 günlük giriş-çıxış imkanından istifadə etdikləri üçün yaşama icazəsinə ehtiyac duyulmurdu. Mövcud şərait isə onları yaşama icazəsi almağa yönəldib. Xidmət rəisi qeyd edib ki, 25-ci il yanvarın 1-dən etibarən qarşılıqlı prinsip əsasında Rusiya vətəndaşlarının da Azərbaycanda qalma müddətinin 90 gün müəyyən edilməsi yaşama icazələri ilə bağlı müraciətlərin artmasına təsir göstəribdir və xidmət rəisinin sözlərinə görə bu il iş icazələrinin verilməsi və müddətinin uzadılması ilə bağlı 5087 müraciət daxil olub və Nazirlər Kabinetinin qərarı ilə 26-cı il üçün iş icazələri üzrə kvota 7200 müəyyən edilib. Bundan əlavə Azərbaycan vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı 6328, vətəndaşlığa qəbul, bərpa və vətəndaşlıqdan çıxma ilə bağlı isə 554 müraciət qeydə alınıb. Dövlət Miqrasiya Xidmətinin məlumatına görə miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı 9757 qərar qəbul edib. Onlardan 850-si isə əcnəbilərin ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılması, yəni deportasiya ilə bağlı olub. Bildirilir ki, deportasiya qərarı hər zaman 5 illik giriş qadağası demək deyil və məhdudiyyətin müddəti yol verilən pozuntunun xarakterindən asılı olaraq müəyyən edilir. Həmçinin qanunsuz miqrasiyanın təşkili və digər qanunsuz əməllərlə bağlı 4 fakt aşkarlanaraq hüquqi qiymət verilməsi üçün aidiyyatı hüquq mühafizə orqanlarına göndərilib.